Bəs Türkiyədə təhsil almağın əvəzinə hansı alternativlər var? Türkiyədə təhsil almanın əvəzinə bir neçə alternativ var. Əgər Türkiyədə tələbə belə deyək də gedib oxuyanda attestatla qəbul olursa, burada DIM imtahanından kifayət qədər bal yığmayıbsa, mən tövsiyə edərdim ki, həmin tələbə ya hansısa bir peşə üzrə Azərbaycanda təhsil alsın və yaxud fərqli bir yerdə, digər bir tərəfdən bir il hazırlaşıb yenidən daxil ola bilər. Əgər büdcəsi uyğundursa, daha az xərci olan, daha az yaşam xərci olan, universitet xərci olan Avropa ölkələrinə getməyini tövsiyə edərəm. Çünki ən azından Avropa Birliyinə daxil olan ölkələrdə müəyyən bir sistem var, müəyyən bir belə deyək də şərait var, hansı ki, yəni həmin ölkədə olan yerli millət daha yaxşı yaşayır. Bu da ondan xəbər verir ki, sistem deməli yaxşı işləyir. Mən onu tövsiyə edərəm və ən azından müəyyən qədər mədəniyyət tərəfdən də fərqli şeylər öyrənər. Çünki Türkiyəyə getdiyi zaman bir Azərbaycanlı tələbənin, yəni onlarla bizim artıq çox da böyük fərqlər yoxdur və öyrənəcək çox da böyük bir şey yoxdur. Amma məncə Avropadan öyrənəcək müəyyən şeylər var. Yəni təbii ki, onların da bizdən öyrənəcək müəyyən şeyləri var, söhbəti yox. Ancaq bizim də onlardan öyrənəcək müəyyən şeylərimiz var ki, yəni bu bir tələbəyə çox böyük üstünlük yaradar. Yəni mən onu tövsiyə edərdim. Yəni aşağı yaşam xərcləri olan Avropa ölkələrinə gedə bilərlər. Və yaxud da ki, məsələn, müəyyən təhsilli tələbələr var, hansı ki, həm DIM imtahanından yüksək bal yığırlar, həm kifayət qədər yaxşı dil bilirlər, xarici dil sertifikatları olur və onlar Türkiyəni seçim edəndə mən həmişə bir qəribə oluram. Niyə? Çünki yəni sizin bu qədər yaxşı nəticəniz varsa, yəni o əziyyəti çəkib zaten bir tələbə evindən çıxıb gedib xaricdə oxuyursa, orada təhsillə əlavə bir çox çətinliklər gəlib çıxır ortaya. Həm mənəvi çətinliklər olur, həm maddi olur, həm belə deyək də müəyyən texniki məsələlərdə tələbə çətinlik çəkir. Məsələn, ev daxili məsələlər olsun, yemək və s. və ilaxır. Və əgər bu çətinliklər gözə alırsınızsa və özünüz də kifayət qədər təhsilli tələbəsinizsə, yaxşı bal yığa bilirsinizsə, dil üzrə yaxşı özünüzü inkişaf etdirə bilirsinizsə, elə gedin o əziyyəti çəkirsinizsə, hansısa bir Avropa ölkəsində o əziyyəti çəkin və yaxud biraz da qərbə gedə bilərsiniz. Hətta Asiyanın bəzi ölkələri var ki, çox yaxşı inkişaf edib, ora gedə bilərsiniz. Yəni bu daha yaxşı olar, nəinki Türkiyəyə getmək. Yəni Türkiyədəki universitet, bəli, yaxşı universitet ola bilər, orada yaxşı universitetlər də var, reytinqləri yuxarı da ola bilər, amma bu o demək deyil ki, yəni həmin universitetdə təhsil almaq sizin üçün çox böyük bir perspektiv, potensial bir necə deyirlər, gələcək imkanlar yaradacaq. Yəni o universitetin reytinqi yuxarı olmağı bir məna kəsb eləmir. Əgər ki siz orada 4 il oxuduğunuz müddətdə heç bir öz sahənizdə praktik eləyə bilmirsinizsə və sadəcə yəni belə deyək də çətin imtahanlardan çıxıb çətin imtahanlara daxil olursa, yəni bu şəkildə bir təhsil alırsınızsa, yəni mən düşünmürəm bunun bir perspektiv yaradacağını. Yəni ondansa daha yaxşı olar Avropa ölkəsinə gedəsiniz, paraleldə öz sahənizdə yarım ştat